İkinci sualı bilirəm ki, çətinlik çəkəcəksiniz. Qram, santimetrdir. Bir dənə sən yalnızca çevirmələri eləyəcəm. Hesablamanı özünüz eləyin. Deməli, bizə soruşur sıxlığını. Sıxlığın düsturu rho bərabərdir. M bölünsün V. Biz deməli kütləni və həcmi tapmalıyıq. Hər ikisini də kiloqram və metr kubundan istəyir. Əvvəlcə yazaq. M bərabər, kütlə bərabərdir 136 qram. 1 kiloqramımız 1000 qramdır. 1 qramımız isə bunun əksinə 0,001, yəni mində 1 kiloqramdır. Yəni nə edirəm? Minə bölürəm. Onda 136-nı minə böləndə, baxın 136 tam. Minə böləndə mində 3 dənə 0 var. 3 dəfə gedirəm sola. Buradayam 1, 2, 3 olmalıdır. Yəni 0,36 kiloqram. İndi sıxlığımıza baxaq. Bunu ətraflı izah eləmək istəyirəm ki, bir də qarışıq salmayasınız. İndi həcmimizə baxırıq. Həcmimizə baxırıq. Həcmimiz də deyir ki, V bərabərdir 10 santimetrin kubu. Bunu mən nəyə çevirməliyəm? Metr kubuna. İndi yavaş-yavaş bir dənə çevirməni, yəni əzbərləmək lazım deyil. Mənimsəsək, başa düşsək hamısını həll edə bilərik. Yazıram. 1 metr. Neçə santı dedik? 10 santı dedik. 100 santı. 1 metrimiz 100 santıdır. Bəs yaxşı. 1 santimetrimiz, bunun əksi 0,1 metrdir. Amma bizə santimetr yox, onun kubu lazımdır. Yazırıq. Elə bir bunu 3 dəfə öz-özünə vururuq. Bu rəqəmi 3 dəfə öz-özünə vururuq. 1 santimetr kubu bərabərdir. Belə təsəvvürünüzə belə gətirin də. Qoy lap açıqlamasına yazım. 0,1 vurulsun. 0,1 vurulsun. Yenə 0,1. Kubu deyəndə nə edik? 3 dəfə öz-özünə vururuq. Bərabərdir 0 tam neçə vergü oldu? Vergüdən sonra neçə ədəd? 2, 4, 6. Vergüdən sonra neçə ədəd olmalıdır? 6. Yəni 1, 2, 3, 4, 5, bir dənə də 1. Vergüdən sonra 6. Ancaq bizə 1 yox, 10 santimetr kubu deyir. Deməli, bunu bir dənə də nəyə vuracağıq? Ona vuracağıq. Yəni, bir vergülümüz sağa sürüşdürürük. Bir vergül sağa sürüşdürəndə 1, 2, 3, 4 dənə 0 yazıram. 0 tam 1, 2, 3, 4 dənə 0 və 1. Nə? Metr kubu. İnşallah ki, başa düşdünüz. Deyirəm, 1 metrimiz 100 santıdır. 1 santı 100-1'dir. Amma mənə bunun kubu lazım olduğundan mən bunu, bax, bunu belə kuba yüksəltdim. Yəni 3 dəfə öz-özünə vurdum. Vergüldən sonra 6 ədəd olmalıdır. 1-dən sonra deməli 5 0 qalır və bunu mən birini tapdım. Biri yox, onu lazım olduğuna görə sonradan ona vururam. 1 vergül sağa sürüşdürdüm. Gerisi hesablamadır. Gerisi qaldı hesablama. Yəni necə? Sıxlığı soruşur bizə. Sıxlığımızın düsturu rho bərabərdir. Yazıram. Rho bərabərdir. M bölünsün V'yə. M'imiz neçə oldu? 0,136. Həcmimiz isə 0 tam neçə 0 var? 1, 2, 3, 4. 1, 2, 3, 4 və 1. Biz nə etməliyik? Vergüldən azad eləməliyik. Hansı vergüldən sonra daha çox rəqəm varsa, həmin qədər sıfırlara vurmalıyıq. Məsəl üçün 1, 2, 3, 4, 5-dir. Biz yəni deməli neçə vurmalıyıq? 3, 0, 100 minə vurmalıyıq ki, vergüldən azad edək. Bax, 100 minə vurmalıyıq. 100 minə vurduq, vergüldən azad elədik. Oldu 1, məxrac oldu 1. 1, 2, 3, 4, 5 dənə sıfır artırmalıyıq. Sürəti isə vuranda 3'ü var. Bax, 3'ü var, silirəm. 3'ü var, 2 dənə sıfır əlavə edirəm. Cavabımız olur 13.600. Nə? Kiloqram bölünsün kub metr. Rəqəmləri böyük görüb qorxmayın. Bacara bilərsiniz. Diqqətli baxsaz video bir neçə dəfə baxın.
ki, niyə mən sürət və məxrəci eyni ədədə vurduqda, kəsirin sürət və məxrəci eyni ədədə vurduqda kəsirin qiyməti dəyişmir. Niyə vururam? Vergüldən azad eləmək üçün.